Eşq Karvanı, Eşq Karvanı. Bismillahirrahmanirrahim. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala əshabil Hüseyin. Qiyamət günündə deyirlər, hər kəs öz sevdiyi ilə məşhur olacaq. Nə xoş o insanların halına ki, ilahi şəxsiyyətlərə sevgiləri ilə məşhurdular. Allah dostlarını sevirlər. Əziz insanları, dəyərli insanları sevirlər. Nə xoş o insanların halına ki, Peyğəmbərimiz və onun əhl-i beytini sevirlər. Xoş o insanların halına ki, Hüseyn sevgisi ilə məşhurdular, tanınırlar. Qiyamət günündə Həzrət Hüseyn sevgisi ilə məşhur olmaq, onların yanında dayanmaq ən böyük səadət və ən böyük xoşbəxtlikdir. Allah hər birimizə bu səadəti, xoşbəxtliyi nəsib eləsin. Eşq karvanı davam edir. Əziz və möhtərəm izləyicilər, salamlayırıq sizi. Allahın salamı olsun sizə. Allah bu eşq karvanından sizi, bizi ayrı salmasın. Yenə də əziz qonaqlarımızla, dəyərli insanlarla xidmətinizdəyik. Həzrət İmam Hüseyn eşqindən danışmaq üçün, Həzrət İmam Hüseyn şəxsiyyətindən, o Həzrətin Kərbalasından danışmaq üçün yenə də gözəl insanları dəvət etmişik. Ərbəyinə qədər sizin evlərinizdə qonağıq. Bugünkü proqramımızda yer alan qonaqları sizə təqdim etmək istəyirəm. Əziz ilahiyyatçı alim, dəyərli ruhanimiz Hacı Ramil Bədəlov, salamlayıram Hacı sizi. Xoş gördük. Hoş gördük. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev. Salamlayıram sizi. Orxan müəllim, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür ederim. Dəyərli kino rejissorumuz Samir Kərimoğlu bizimlədir. Sizi də salamlayırıq Samir müəllim və bizim əziz həkimimiz, ürək damar cərrahı, uzman doktor Musa Qayıbov da təşrif gətirib. Sizi də salamlayırıq, sizi də xoş gördük. Həmişə olduğu kimi adəti üzrə ruhani sözü ilə proqramımıza başlamaq istəyirik. Əziz ilahiyyatçımıza söz vermək istəyirik. Hacı, ilk sualımız sizədir. Səhnə çox ağırdır. Mövzu ağır mövzudur. Həzrət İmam Hüseyndən danışmaq düşünürəm ki, həmişə ağır olub təbii ki və onun haqqında da öncədən hazırladığımız suallar ki var zehnimizdə olan, asan onu təhvil vermək olmur. Həmişə buna çalışmışam, ona görə də elə üzdən oxuyacağam, icazə versəz. Müasir insanın həyat strukturunu ego, şəxsi fikirlər, fərdi istəklər, mənim azadlığım kimi dayaqlar üzərində qurur. Yaşamaqdan məqsədi yalnız ondan ləzzət almaq olan, hər cür çətinlikdən və sıxıntıdan uzaq olmaq istəyən insan həyata yalnız öz aspektindən baxır. Getdikcə də fədakarlıq, qurban vermə, özündən keçmə anlayışlarından uzaq olur. Belə bir pəncərədən Kərbala səhnəsinə işıq tutsaq, Həzrət İmam Hüseynin insanların islahı, həqiqi İslamı tanıması və rifahı üçün özünü, ailəsini, hətta körpə övladlarını qurban verməsini necə izah etmək olar? İlk sualımız budur, Hacı, buyurun. Əvvəla təşəkkür edirəm suala görə və salamlayıram dəyərli qonaqlarımızı, verilişin iştirakçıları.
və izləyicilərimizi salamlayıram. Xoş gördüm. Qeyd etdiyiniz kimi doğrudan da həm səhnənin özü, həm mövzunun özü hüzünlüdür. Allah bizi Hüseyn eşqindən ayrı salmasın. Və mən verdiyiniz suala belə cavab vermək istəyirəm. Bəzi sualların cavabı hər hansı bir sualda yatır. O sualın cavabı başqa sualı cavab verilməzsə həllini tapmaz. İlk öncə belə bir sual vermək istəyirəm ki, mən kiməm? Bir insan olaraq, bir hüquqi ünvan olaraq. Əgər mən cavab versəm ki, mən 70 ildən ibarətəm, onda fədanın, fədakarlığın mənası nədir? Mən 70 ildən ibarət bir varlığam. Əgər mən ölüb, çürüyüb, torpaq olub aradan geyəcəmsə, qurban olmağın mənası nədir? Kimsə mənə, məsələn, like qoyacaq, komment yazacaq, sonradan nəsə deyəcək, bunların mənası itir axı. Mən yox oldum, getdim. Sonda mən yoxam. Əgər bu varlığın sonluğu yoxluqdursa və hər şey bitirsə, bu 70 ildən ibarətdirsə, fədakarlıq mövzusu təhlil oluna bilmir. Yerini tapa bilmir. Ümumiyyətlə, bu sözü gələk çıxardaq, qoyaq kənara. Burada yeri yoxdur bu mövzuda, ona yer tapmaq olmur. Bəli, əgər mən kiməm cavab budursa, mən əbədi bir varlığam. Belə başlayırıqsa, əbədi varlığam söhbətin içində artıq fədakarlıq anlayışı öz yerini tapmağa başlayır. Fəda eləmək, yəni özünü qurban eləmək, fəda eləmək, verirsən özünü nəsə əldə edirsən. Fədakarlıq yəni bu. Nəsə verirəm, alıram. Və fəda anlayışında aldığın verdiyindən daha ötə bir şey olmalıdır. Daha üstün bir şey olmalıdır. Daha artıq bir şey olmalıdır. Daha ali bir şey olmalıdır. Yaxşı, söhbət burada insan canından gedir. Söhbət insan pulundan getmir, maşınından getmir. Söhbət burada insan canından gedir. İnsan canı gedir. Onun müqabilində nəsə alır. O aldığı üstün bir şey olmalıdır. İnsandan üstün nə var ki həyatda? Gəlin bir dənə xilqətə üst tutaq, görə insandan üstün bir şey varmı? Üzvü göyə tutsun. Allah Quranda buyurur ki, bir əlimlə yaratmışam səmanı. Əslində bu mənası var. İnsan çılanı deyir ki, xələqtukə biyədeyyə, 2 əlimlə səni yaratmışam. Allah insanın xəmirini cəlal-cəmal sifətləri ilə yoğurub. Amma yerə, göyə çatanda deyir, 1 əlimlə, insan çılanında 2 əlimlə. İnsandan üstün mələkdirsə, mələk insana səcdə edir. Uscudul Ədəm. Mələk insanın qabağında səcdə edir. İnsandan artıq dağdırsa, Allah Quranda buyurur, mən əmanəti dağa verdim, göylərə verdim, yerə təqdim elədim. Nə dağ qəbul edildi, nə yer dedi qəbul edirəm, nə göylər. İnsan fələkdən üstün, insan mələkdən üstün, insan ali bir varlıqdır, xilqətin imzasıdır insan. Ən üstünüdür insan. İnsan o tərəfə varlığı yoxdur. Nə versələr sənə, bu dünyada səndən aşağı bir şeydir. Aşağı qatlardadır. Və bir dənə qaldı, o da budur, Allah. Bəşər o zaman uduzmur ki, özünü verib Allahın razılığını alır, Allahı alır bu mənada. Onda uduzmur insan, onda udur insan. Bax, buradan çıxır artıq seçim mövzusu. İnsan seçim eləməlidir. Bu canı verəcəm, nə alacam? Düzdür, hamı verir. Dünya bazarda hamı satır, ömür gedir. Hamı verir. Aldığım nədir? Nə əldə edirəm? Əldə edilənlər fərqlidir. Belə bir seçimim yoxdur ki, ümumiyyətlə çıxmıram bazara. Dünyaya gəlmişsənsə, artıq dünya adlı bazardasan. Ona hədislərdə dünya suqun, dünya bazardır. Sən satıcısan. Alıcı şimdi görəsən. Kim alır? Kimə satırsan? Satırsan, nə alırsan? Mühüm odur. Artıq burada seçim mövzusu girir. Seçim mövzusunda bazısı azadlıqdır. İnsan gələk azad olsun ki, seçə bilsin. Azadlıqda 2 cür ifadə eləmiyorlar, 2 cür bəhs eləmiyorlar. Bir fəlsəfədə bəhs eləmiyorlar, bir hüquqda. Məsələn, ola bilər mən fəlsəfi nöqteyi nəzərdən bir mövzuda azad insanam, amma hüquqi baxımdan azad deyiləm. Seçim, burada mənim bu azadlığım yoxdur. Nə mənada? Məsələn, mən deyəmişəm, işıqforun qabağında qırmızı işıq yanır. Mən fəlsəfi nöqteyi nəzərdən azadam, ayağımı qaza da qoya bilərəm, tormuza da. Amma hüquqi nöqteyi nəzərdən, bu mənada azad deyiləm, qaza qoyub keçə bilmərəm, cərimə eləyəcəklər. Ona görə azadlıq gəlib bəhs olunsun ki, bu azadlığın yeri haradır, harada bəhs olunur. Hərdən lə ikrahə fiddin, dində məcburiyyət yoxdur, bu anlayışda səhv təhlil olunur, yanlış təfsir olunur. Onun mənası budur ki, sən insan olaraq bir
fəlsəfi nöqtə azad bir varlıqsan. Bəli. Bəli, azadsan, artıq seçim eləyirsən. Seçim eləməkdə azadsan. İndi nəyi seçəcəksən, sənin öhdəvə düşür. Burada sən addımlarına diqqət eləməlisən. Özünü nəyə qurban verirsən, özünü nəyə fəda eləyirsən, nəyin uğrunda fəda eləyirsən. Bu çox mühümdür. Ona görə İslam təvhidi dünya görüşündə azadlıq yolun əvvəlidir, axırı deyil. Azadlıq startdır, finiş deyil. Azadlıq yolun yarısıdır, hamısı deyil. Azad oluram ki, qəlibə düşüm. Azad oluram ki, bəndəlik libasını əynimə keçirim. Azad olmaq üçün azad olmamalıyam. Azad oluram ki, qüdrətli olum. İslam təvhidi dünya görüşündə azadam ki, qüdrətli olum. O qədər qüdrətli olum ki, nəfsimin köləsi olmayım. O qədər qüdrətli olum ki, özümə yox deməyi bacarım. Azadam ki, istedadlarım kəşf olsun. Azadam ki, ali ləzzətlərə yetişim. Əgər bir insanın sonu təyin etdiyi son nöqtəsi azadlıqdırsa, onda ali hədəfindən məhrum olacaq. Mən azadam ki, qüdrətli olum. Özü qüdrət geniş mənada həm fikri baxımdan qüdrətli olum, həm mənəvi baxımdan qüdrətli olum, həm fiziki baxımdan qüdrətli olum. O qədər qüdrətli olum ki, məzlumun əlindən tutum yerdən qaldırım. O qədər qüdrətli olum ki, nəfsimin köləsi olmayım. O qədər qüdrətli olum ki, əzilməyim. Bəli, burada artıq azadlığın öz yeri tapır, fədakarlıq öz yerini tapır. Və İmam Hüseyin əleyhissalam özü fəda eləyib. Və Allah da onu qəbul eləyib. Ona Quran-ı Kərimdə Allah Teala buyurur ki: "Ya eyyatuhan nafsul mutmainnə." Ey aram vücud, irci, qayıt. İrci ilə Rabbiki raziyətən mərziyyə. Mən səndən razı qaldım. Sən də məndən razısın. Sən ki, rizən bi qəzaikə yerə yıxılanda, Bismillah və billah, əla millət Rasulillah, fi səbilillah, yerə yıxıldın, rizən bi qəzaikə, mən səndən razıyam, mən də səndən razıyam. Sən düz xilqətin hədəfinə yetişmirsən. Sən gəlmişdin bəşəriyyəti xilas edəsən və xilas elədin. Bütün insanları, bəşəriyyəti xilas elədin. Bütün zamanları xilas elədin. Sən yalnız öz zamanının Hüseyni deyilsən, sən bütün zamanların Hüseynisən. Sən zamanın fövqündəsən. Və heç vaxt səni bəşəriyyət unutmayacaq. Çünki Allaha gedən yol o xəttdən keçir. Və Allah bizi İmam Hüseyndən ayrı salmasın inşallah. Amin. Amin. Çox gözəl bir duadır. Allah imamdan ayrı salmasın, imam övladlarından ayrı salmasın. Orxan mənim icazə versəz sizə müraciət edərdik bir sualla. Azərbaycan klassik ədəbiyyatında ümumiyyətlə dini mövzular önəmli yer tutur bildiyimiz kimi. Konkret olaraq Kərbala mövzusu hansı səviyyədədir ümumiyyətlə bizim bu klassik ədəbiyyatımızda? Çox sağ olun, təşəkkür edirəm. Həqiqətən də klassik ədəbiyyatda, Azərbaycan klassik ədəbiyyatında, ümumiyyətlə şərq klassik ədəbiyyatında dini mövzu ən önəmli mövzudur. Hətta digər mövzularda yazılan əsərlərə belə biz nəzər salsaq, məsələn, məhəbbət mövzusu geniş yayılıb şərq ədəbiyyatında, bununla belə yenə də orada eşqin özündə belə ilahi çalarlar mütləq şəkildə öz əksini tapır və bəzən sənətkarlar Quran motivlərindən istifadə etməklə həmin o eşqin ilahi qüdrətini göstərməyə cəhd edirlər. Ümumiyyətlə, ədəbiyyatın bir ədəb sözündəndir və bir maarifləndirmək funksiyası var. Yəni, cəmiyyət ədəbiyyatı oxuyub mədəni cəhətdən, mənəvi cəhətdən yüksəlməlidir. Bunun üçün də hər bir sənətkar Kərbəla məktəbi ən böyük örnəkdir. Ən böyük örnəkdir. Məhz bu baxımdan klassik Azərbaycan ədəbiyyatının sənətkarları, şairləri, yazıçıları mütləq şəkildə bu mövzuya müraciət ediblər. Və bu mövzu ədəbiyyatda o qədər işlənib ki, Kərbəla hadisəsindən sonra ədəbiyyatda bu istiqamətdə yeni bir janr yarandı. Təbii ki, hüzün, kədər, ağrı, acı bunlar ta qədimdən istər şifahi xalq ədəbiyyatında, istər yazılı ədəbiyyatda mövcud idi. Məsələn, Aristotelin poetika əsərində tragediya adlı bir janr var ki, burada bu hüzün, kədər orada özünü göstərir və yaxud da xalq yaradıcılığında bir ağlar var, bunlar daim olub. Amma Kərbəla hadisəsindən sonra yazılı ədəbiyyatda bir məqtəl deyilən bir janr formalaşdı. Bu məqtəl ərəb dilindən tərcümədə qətl yeri mənasını verir.
Şərq ədəbiyyatında çox geniş yayıldı. Həm fars dilli ədəbiyyatda, həm ərəb dilli ədəbiyyatda, həm türk dilli ədəbiyyatda. Bizə təbii ki, Azərbaycan ədəbiyyatı daha maraqlı olduğu üçün, daha önəmli olduğu üçün bizim dildə olan məqtəllərlə bağlı bir araşdırmalar mövcuddur tədqiqatçılar tərəfindən. Məsələn, türk dilli ədəbiyyatda ilk məqtəl Qastamonlu Şazi tərəfindən yazılıb. Dastani Məqtəl Hüseyin adı bu cür adlanır. Ondan sonra artıq Caminin var, məsələn, Səadətnamə adlanır. Digər bir Lətifə adlı bir şairin, sənətkarın Məqtəl Hüseyin adlı bir əsəri var. Bunlar hamısı məqtəl janrında yazılıb. Azərbaycan ədəbiyyatında isə ilk məqtəl, deməli, Məhəmməd İbn Hüseyin Katib Nişatinin Şühədanamə əsəridir. Bu əsərin həm Kərbəla hadisəsini təsvir etmə xüsusiyyətlərinə görə, həm sənətkarın öz sənətkarlıq xüsusiyyətlərini əsərdə ərz etmə qabiliyyətinə görə və ən əsası da, deməli, ondan əvvəl yazılan Kaşifinin, deməli, Rövzətül Şüəda əsərinin tərcüməsi olması baxımından da önəm daşıyır. Məhəmməd Səid Ordubadi bununla bağlı bir tədqiqat məqaləsi var. Orada qeyd edir ki, ümumiyyətlə Kaşifinin Rövzətül Şüəda əsəri o dərəcədə geniş yayılmışdı və digər ədəbiyyatlara o dərəcədə deməli, təsir göstərmişdi ki, adi insanlar belə artıq onu həm fars dilində, həm də sonra türk dilində olan tərcüməsini əzbər bilirdilər və bugün bizim Rövzəxanlar kimi tanıdığımız, belə deyək də, bir artıq peşə deyə bilərik ona, bir peşə nümayəndələrinin ilk əvvəl məhz həmin əsəri Rövzətül Şüədanı oxuması və adlarının da oradan gəlməsini, bəli, Rövzəxan oradan gəlir və o əsərdən qaynaqlandığı qeyd olunur tədqiqatçılar tərəfindən təbii ki. Ümumilikdə isə Azərbaycan ədəbiyyatının ən üstün məqtəl janrında yazılmış əsəri təbii ki, Mövlana Məhəmməd Füzulinin Həqiqətü Süəda əsəridir. Və çox maraqlıdır ki, tədqiqatçılar bu əsərin özünün də yenə Kaşifinin o Rövzətül Şüəda əsərinin tərcüməsi olması kimi bir iddia irəli sürürlər. Təbii ki, bu ilə razılaşmayanlar da var, amma bir məsələ var. Biz əgər klassik ədəbiyyatda ümumiyyətlə orta əsrlərdə tərcümə sənətinə baxsaq, bugün bizim başa düşdüyümüz anlamda deyil. Yəni, bugün tərcüməçi müəllifin yazdıqlarından heç nə ixtisar eləyə bilməz və heç nə artıra bilməz. Əgər orijinal mətndə olan, orijinal dildə olan cümlə dəyişirsə, bu artıq təbiidir. Amma orta əsrlərdə tərcüməçi bir qədər sərbəstliyə malik idi. İxtisar da edə bilərdi, əlavələr də edə bilərdi, öz fikirlərini də deməli, əsərdə göstərə bilərdi. Müəlliflə razılaşmadığı yerlərdə dəyişikliklər də edə bilərdi ki, Füzuli bunu edib. Məhz bu səbəbdən baxmayaraq ki, motivlər həmin o Rövzətül Şüəda əsərindən qaynaqlanır, lakin özünün belə sərbəst bir əsər kimi də biz onu qeyd edə bilərik və təsadüfi deyil ki, Əbdülqadir Qaraxan, məşhur Füzulişünas 1937-ci ildə bu iki əsəri müqayisə eləyərək üstünlüyü daha çox Məhəmməd Füzulinin Həqiqətü Süəda əsərinə vermişdi. Həm Kərbəla hadisələrinin təsviri baxımından, həm o hadisələrin oxucuda oyadacağı belə deyək, hiss və həyəcanlar baxımından onu daha üstün əsər hesab edirdi. Təbii ki, bu həm Məhəmməd Füzulinin Bağdad ədəbi mühitində yetişməsi ilə bağlıdır, həm Kərbəlada İmam Hüseynin xidmətində olan bir insan kimi yetişməsi ilə bağlıdır, həm də təbii ki, onun şairlik bacarığıdır. Sonraki mərhələlərdə də Azərbaycan ədəbiyyatında məqtəl janrı deməli, geniş yer tutur. Məsələn, ən məşhur məqtəllərdən biri də Abbasqulu Ağa Bakıxanovun Riyazül Qüds əsəridir. Maraqlıdır ki, bu əsərin özü də tərcümədir. Demək, Mövlana Məhəmməd Bağır Məclisinin Ciləlül İyun adlı bir əsəri var. Həmin əsəri deməli Abbasqulu Ağa Bakıxanov tərcümə edərək yenə də öz əlavələri ilə, öz dəyişiklikləri ilə Riyazül Qüds adında bir əsər meydana qoyur ki, bu əsər də Azərbaycan ədəbiyyat tarixində Kərbəla hadisələrindən bəhs edən ən önəmli əsərlərdən biridir. Sual yaranır ki, niyə məhz Məclisinin əsərinə müraciət edib? Bu sualın cavabını Abbasqulu Ağa Bakıxanov özü müqəddiməsində, əsərin müqəddiməsində göstərir. Abbasqulu Ağa Bakıxanova görə Kərbəla hadisələrinin ən səhih sənədlər əsasında yazılmış əsər məhz dediyimiz kimi Məclisin əsəridir və məhz buna görə də Abbasqulu Ağa Bakıxanov həmin əsəri tərcümə edərək Riyazül Qüds adı altında deməli yenidən işləyir, belə deyək, yenidən işləyir.
Sonraki mərhələlərdə də yenə İmam Hüseynin deməli Kərbəlada göstərdiyi fədakarlıq ədəbiyyatın əsas janrları, əsas deməli ana xəttlərindən biri olur. Məsələn, Mir Möhsün Nəvvabın Müseyyibnamə adlı bir məqtəl janrında yazdığı əsər var. Və ən maraqlı, şəxsən mənə görə ən maraqlı cəhətlərdən biri də budur ki, bu məqtəlin biz əgər tarixinə baxırıqsa, deməli 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində də məqtəl janrında Azərbaycan ədəbiyyatında əsərlər yazılır. Niyə bu daha çox maraq cəlb edir? Ona görə ki, həmin dövr bildiyiniz kimi həm Çar Rusiyasının artıq Azərbaycanda hakim, belə deyə, idarə etdiyi bir dövrdür. Eyni zamanda sonraki mərhələ isə Sovet hakimiyyəti dövrü idi. Bunlar da təbii ki, belə bir zamanda İmam Hüseyn haqqında bir əsər yazmaq böyük fədakarlıq tələb edirdi ki, bunu Hacı Mirəl Əkbər ağa Badkubi və yaxud da Badukubeyi deməli işləmişdi, yazmışdı. Əsərin də adı deməli Gülzar Hüseyni. Əsərin adı belə idi. Maraqlıdır ki, eyni ad altında, yəni Gülzar Hüseyni adı altında Quminin də bir İmam Hüseyn haqqında əsəri var. Amma mən danışdığım məqtəl janrında olan əsər məhz Badkubinin əsəridir. Bir maraqlı cəhəti də var bu əsərin. Əsərin müqəddiməsində müəllif öz dövründə olan, belə deyək, rövzəxanları, öz dövründə olan müəyyən din xadimlərini sərt şəkildə tənqid edir. O hətta onları deməli Peyğəmbərin, Əhl-i Beytin nümayəndələrinin adından yalan danışmaqda, bəzən belə deyək, dinləyicini daha çox təsirləndirmək üçün müəyyən məsələlərdə ifrata varmaqda günahlandırır. O hətta yazır ki, dibacədə ki, onlar bununla xidmət etdiklərini düşündükləri halda təəssüf ki, əslində belə deyək də bir anti-xidmət göstərirlər, ziyan vururlar insanların Kərbəla məhəbbətinə, İmam Hüseyn məhəbbətinə və bundan sonra artıq həmin adını çəkdiyim əsərin deməli babları, yəni fəsilləri başlayır. Burada yenə də İmam Hüseynin doğulmasından, Məhəmməd Peyğəmbərin ona, İmam Həsənə münasibətindən, təbii ki, burada İmam Əli obrazı, xanım Fatimənin obrazı və daha sonra bu Kərbəla hadisəsinə gətirib çıxaran tarixi ardıcıllığın təsviri var. Bəli. Ümumiyyətlə bizim böyük ədiblərimizi, yəni baxanda onların əsərlərinə dəhşətə gəlirsən də, onların şah əsərləri, şah beytləri özləri də qeyd ediblər də. Yəni Kərbəla ilə bağlı olub, maraqlıdır. İstər hadisənin məzmunu, ya sujet xətti və yaxud da səhnələri olsun, elə Samir müəllimdən də soruşmaq istərdim ki, bu hansı səhnəsi daha dramaturji sayılır ümumiyyətlə Kərbəlanın? Mən yaxşı bilirəm ki, təbii ki, mən sizin o filmləri izləmişəm kinoteatrda da, hətta yadımdan çıxmır. Mən evə qayıdıram filmi. O mən düşünürəm epik janrındadır, amma sonunda bir dram var idi ki, bütün o kino həmin orada olan səhnədə olan hər kəsi ağlatdı. Mən qarışıq. Həqiqətən də. Sizin təbii ki, komediya janrında çəkdiyiniz filmdə təbii ki, dillər əzbəridir. Hətta mən səhv etməsəm, Azərbaycanda rekord həddə izləmə qeydə alınıb, sizin çəkdiyiniz o film. Amma drama da müraciət etmişsiniz, o da çox gözəl qarşılanıb. Mən yenə də deyirəm də, şahidiyəm, o kinoteatrda insanlar necə ağlayırdılar. Və yaxud da digər filmləriniz də var. Mən diqqət etmişəm ki, drama üstünlüyü verirsiniz orada. Ümumiyyətlə, Kərbəlada necə? Kərbala hadisəsində necə? Sizin diqqətinizi hansı səhnəsi mi, ya ümumiyyətlə məzmunu daha dram sayıla biləcək, hansı sayıla bilər? Çox sağ olun. Bir dənə bunu qeyd edeyim. Orxan müəllim də təsdiqləyir ki, ümumiyyətlə dram janrı, yəni bütün yazılan əsərlər, filmlər, ssenarilər hamısı bəlli bir şablon dramaturgiyanın üzərində qurulur. Yəni bu aktara bölən, yəni ekspozisiyadır. Yəni bu ilk növbədə yazıcı və yaxud da film ssenarisində qəhrəman təqdim olunur. Qəhrəmanın ondan sonra gəlir zavyaska deyirlər də, yəni bu düyün bağlamaq ilk etapı. Gəlir həmən axıra yaxın kulminasiyasıdır və kulminasiyasından sonra çatır razvyaska deyirlər ki, həmən o düyünün açılmağıdır. Bu mütləq şəkildə bütün
əsərlərdə olmalıdır. Yəni bu olduğu təqdirdə artıq bir güclü əsər ola bilər ki, bunun içərisində necə istəyirsənsə yazıçının öz təxəyyülündən asılıdır ki, onu necə istəyirsənsə interpretasiya edə bilərsən. Gələk Kərbəla məsələsində. Mən öz aspektimdən yanaşdığım təqdirdə belə bir, mən də ilk növbədə Allahın möhtəşəm dramaturgiyasıdır. Məhz Allahın möhtəşəm dramaturgiyası. Çünki Adəm Peyğəmbərdən başlayaraq, deyəlim ki, Adəm Peyğəmbəri yaratdı, artıq bir qəhrəman yaratdı Allah. Onu təqdim elədi. İlk növbədə, ondan sonra konflikt yaratdı. İblis onunla baş-başa gəldi və qəbul eləmədi. Allah artıq insana seçim verdi ki, hansını seçsən, bunu seçdiyin təqdirdə. Adəmin götürdüyü yolun kulminasiyası idi Kərbəla. İlk orada baş əymədiyi təqdirdə onun kulminasiyası Kərbəla idi ki, rəzvəskəsi inşallah İmam Zaman ağanın gələndə olmalıdır. Yəni Allahın dramaturgiyası ilə götürəndə belə olmalıdır. Bu yandan da İblisin özünün dramaturgiyası var. O fikirləşirdi ki, o qurduğu qəhrəmanın özünün, yəni burada bitəcək. Yəni İmam Hüseyin düşünün, məhv olsaydı, biz indiki yaşadığımız dövrün İmam Hüseynin olmadığı təqdirdə və yaxud da baş əysəydi zülmə və yaxud da razılaşsaydı, hər nə cür nədirsə, o artıq bitmiş olacaqdı və zaten İblisin dramaturgiyası qalib gələcəkdi, yəni bitmiş olacaq. Amma Allahın dramaturgiyası qoyduğu kimi eləcə davam eləyir və bu özünün kulminasıdır, yəni bu hər hansı bir əsərə baxanda axırda belə şeylə necə ki o hissləri keçirilərək baxmırsan, hər hansı bir məsələ idi ki, burada baxın, yazanda da epizodlara bölünür də, süjetlər epizodlara. Epizodların özündə də əsərin möhtəşəm olmağının üstünlüyü də ondan ibarət. Hər epizodun özünün də bir zavyaskası, kulminasiyası, rəzvəskası olur da. O cürlə də Allah getdiyi təqdirdə, məsələn, İbrahim Peyğəmbərin qurban kəsmək məsələsinin dramaturji baxdığın təqdirdə də yenə də Kərbəla onun davamı olaraq anlata bilirəm də. Yəni, bu bitmiş bir əsərə oxşayırdı. Maraqlı oldu ki, məsəl üçün, düyün bağlamaq məsələsi var. Düyün bağlamaq məsələsi bizdə əqidə sözü var, deyir əqidə. Kiməsə bağlandı, bu əqidə özü düyün bağlamaqdır. Ki, əqidə məsələsi əzəldən sən Adəmə əqidə bağladığın təqdirdə sən bunun davamını eləyəcəksən. Ki, gəlib imama əqidəyə bağlamış olacaqsən. Maraqlı yanaşmadır. Mən qəlblərin həkimi, ürəklərin həkiminə müraciət etmək istərdim. Sualımız var dəyərli doktorumuza. Artıq neçə ildir biz müşahidə edirik ki, siz Ərbəyin ziyarətində olursunuz orada və orada xidmət edirsiniz. Ziyarətdən əlavə insanlara, ora ziyarətə gedənlərə xidmət göstərirsiniz bir doktor olaraq, həkim olaraq. Biz bunu müşahidə edirik, alqışlayırıq həqiqətən də. İstərdik siz də bir təəssüratlarınızı bölüşəsiniz bizimlə, izləyicilərimizlə. Orada nələri müşahidə edirsiniz? Nə qədər gözəlliyi var? Hansı cəhətindən danışasan adam bilmir, hansı sualı verəsən bilmir, ümumiyyətlə. Nə qədər qəribəliklər var? O hisslərinizi ki, Ərbəyindən sonra da görüşmüşük, sizlə o bölüşürdünüz. İstərdik ki, elə burada da Hüseyin sevərlər eşitsin sizi. Ərbəyin istəyənlər, Ərbəyin sevənlər eşitsinlər sizin təəssüratlarınızı. İlk öncə bu gözəl verilişdə İmam Hüseyin əleyhissalamın adına bağlı olan Ərbəyin ziyarəti, eşq səfəri verilişini, eşq kərvanı verilişinə dəvət etdiyiniz üçün başda dəyərli ustadımız və hər kəsə verilişin heyətinə təşəkkür edirəm. Mən Kərbəla ziyarəti üçün tam 8 il, ortalama 9 il alışdım, yandım. Müəyyən səbəblərdən alınmadı. İlk dəfə Kərbəlada olanda qrup rəhbəri bizi 1-ci İmam Hüseyin əleyhissalamın ziyarətinə apardı. Beynül Hərəmeyndə artıq
mən inana bilmirdim, ayaqlarım getmirdi və gözümdən yaşlar axırdı durmadan. Mən inana bilmirdim və həmin anda orada haraya gəldiyimi, o Kərbalanın gözəlliyini, müqəddəs bir ayaqlarımın cənnətin torpağında olduğumu hiss elədim. Və orada imamın ziyarətindən sonra artıq ölənə qədər bu yoldan ayrı düşməyəcəyimə dair Allahdan dua etdim və özümə söz verdim və o ilk ziyarətin ərbəyinə hazırlaşdım. Bəli, ərbəyin ziyarətində Allah bir çox şeyləri göstərdi. İmama doğru addımlamağın savabı, zövqü, sevgisi bambaşqaydı. Fəqət orada imamın zəvvarlarına xidmət etmək, bunun eşqi insanın, necə deyərlər, ruhuna qədər işləyir. O fəlakət bir hissi idi və mən anladım ki, nə qədər çox xidmət etsəm də bu eşqdən, yəni bu eşq sonsuz bir eşqdir. Bundan doymaq qeyri-mümkündür. Bunu yaşayan bilər. Və yol boyu zaten hazırlaşmışdım. İzləyirdim videolardan, ondan sonra həkim kimi. Ən çox orada əsasən gün vurma ola bilər və ya ən çox yayğın olan o ayaqların altında suluqların olması. Mən bütün məlhəmlərdir, steril sarğı bintləridir, odur, steril alətlərdir falan. Yəni ki, o ilk tibbi yardım hamısını özümlə götürmüşdüm çanta olaraq. İnandırım sizi, o həyatım boyu inanmazdım ki, milliyyətindən, rəngindən, irqindən asılı olmayaraq o yol boyu dizlərimi qoyurdum yerə, zənci demirdim, ərəb demirdim. Hər kəsə xidmət edirdim. Və necə deyim sizə, o xidmət etdikdən sonra xidmət etdiyin insanın sənə sarılıb, qucaqlamağı, öpməyi bambaşqa bir hissləri idi və Allah Taala bu yolda çox şey öyrətdi mənə. Mən məsələn, ilk dəfə Kərbalaya gedəndə bizim qrup rəhbərimiz İmam Hüseyn əleyhissalamın hərəminə götürmüşdü. Mən ikinci dəfə özüm tək getdim. Gedəndə Allah məni Həzrət Əbülfəzl Abbasın hərəminə götürdü. Mən onu dərk etdim ki, İmam Hüseyn əleyhissalama gedən yol Həzrət Əbülfəzl Abbasdan keçir. Və Beynül Hərəmeyndə imamın ilk öncə Kərbalanın girişində Həzrət Əbülfəzl Abbasın hərəmini görürsən, günbəzini görürsən, insanlar elə zənn edirlər ki, yəni ərbəyin ziyarəti tamamlanır, fəqət elə deyil. İmam Hüseyn əleyhissalamın günbəzi sadəcə Beynül Hərəmeyndə görsənir. Sən Beynül Hərəmeynə qədər, son nöqtəyə qədər getməlisən, imama salam verməlisən və əhdini həm imamla, həm Həzrət Əbülfəzl Abbasla yeniləyirsən. O zaman inandırım sizi, elə bir sevinç gəlir ki, yəni, və dərk edirsən ki, sən insan olmaq üçün, yəni bu yol fədakarlıqdır, bu yol eşqdir, bu yol mənəviyyatın zirvəsidir, bu yol yəni sualınız o yola götürdü məni. Yəni o hissləri elə bir hisslərdir ki, o hissləri nə qədər yaşasaq da inandırım sizi yetmir. Nə qədər İmam Hüseyn əleyhissalamın yolunda xidmətlər etsək də, o həzrətin etdiyi fədakarlığın qarşısında bizim etdiklərimiz heç nədir. Və onu deyə bilərəm, Baxırıncı ərbəyində inandırım sizi, Allahın imtihanları çox böyük idi. Mənim bütün tibbi ləvazimatlarımın hamısı qurtardı. Mən özüm artıq Kərbalanın girişində özümün ayaqlarım açıldı. Maraqlı bir vəziyyət. İdman ayaqqabımın altı şey oldu, ayağımı vurdu. Üzr istəyirəm, o rahat çəkələk deyirik el arasında, onu geyindim. Ayaqlarım açıldı, mən baxdım ki, mənim heç bir şeyim qalmayıb.
Orada səyyar tibbi şeylər var, çadırlar var. Girdim, gördüm ki, yox. Mənim etdiyim müdaxilələr, məlhəmlər, onlar, bunlar steril, biz cərrahi alət ucu büstürü deyirik. Onlar heç biri yoxdur. Və sadəcə bir sarğı edərək özüm Kərbalaya hər iki ayağımın altı suluqla girdim. Və inandırım sizi, elə bir his gəldi ki, başa düşdüm ki, Allah bunu belə istəyir. Yəni, bu hissin coşqusuyla, şükranlıq duyğusuyla yaradana Rəbbə son 150-160 o əmudu mən susuz getdim. Yəni, su içməyi nəsib etmədi Rəbbim, özüm də istəmədim. Yəni, və hər dəfə Beynül Hərəmeyndə İmam Hüseyin əleyhissalamla, Həzrət Əbülfəzl Abbasla insan əhdi yeniləndiyi zaman çox özü ilə o qədər, nə bilim, həyatda mən elə sevindiyimi heç düşünə bilmirəm. Hətta evladım dünyaya gələndə belə bəlkə o qədər sevinməmişdim. Bambaşqa bir şeydir. Yəni Allah Taala İmam Hüseyin əleyhissalamın bu dünyada ziyarətini, qiyamətdə şəfaətini bizlərdən ayrı salmasını deyirəm. Və nə yaxşı ki, Əhl-i Beyt əleyhissalamın yolundayıq və bizim Allaha ən sürətli bizi çatdıran İmam Hüseyin əleyhissalam kimi həzrətimiz var. Xoş halınız olsun, doktor. Nəysə. Allah sizi qorusun. Acı, dəhşətli bir səhnə var Kərbalada. Bütün hər bir səhnəsi həqiqətən də dəhşətlidir, amma oğlunun əlindən tutur, gedir zahirən məğlub tərəfə. Zahirən Kərbalada İmam Hüseyin məğlub görünürdü. Az bir qism, 72 nəfər təqribən bir insanla qalıb. Amma digər tərəfdə 30 min qoşun və bu şəxs sərkərdə sayılır, qoşun başçısıdır, minlərlə döyüşçüsü var, hamını atır, bircə oğlunu götürür, gəlir İmam Hüseynin qarşısında, dizlərini atır yerə və tövbə edir. Çox maraqlıdır və maraqlıdır ki, bir gün öncə, ya bir neçə saat öncə İmam Hüseynin qarşısında durur, quyuların qarşısında durur, suyun qarşısını kəsir, amma Həzrət İmam Hüseyndən bir neçə kəlmə kəsirlər orada ki, məlumdur da bunu keçirəm. Demək olar ki, hər kəs bilir bunu. Və o sözlər ona təsir qoyur və yaxud da ilahi lütf olur orada. Xanım Fatimə-i Zəhraya olan o ki, ehtiramı səbəb olur və ilaxır. Dəyişir bir insan, gəlir tövbə üçün. Tövbə etməyə gəlir oğlu ilə amma. Həm də eyni zamanda qurban gedir. Çox maraqlıdır. Bu necə dərk olması bir şeydir. Tövbənin əhəmiyyəti. İmam Hüseyin qarşısında tövbə etmək, Allaha tərəf qayıtmaq, İmam Hüseyinə tərəf gəlmək, qoşunu atır və bilir ki, öləcək də bir neçə saatdan sonra öldürüləcək. Öz qoşunu tərəfindən öldürüləcək. Elə də olur. Oğlu ilə birlikdə şəhid də olur, şəhadət məqamına yüksəlir və milyonlarla insan bugün Həzrəti Hürrə eşqini biruz edir. Həzrəti Hürrə o sevgisini insanlar bildirir. Yəni, gedir onun qarşısında qalırlar. Məhəbbətini bildirirlər bu şəxsə. Bu necə bir tövbə idi? Belə, nə bilim, valla. Allah hamımızı elə həqiqi tövbəkarlardan qərar versin. Hər üç qonaq və elə siz özünüz o qədər qəlbinə maraqlı məqamlara toxunursunuz. Orada mən özüm bir adam özümə dinləmək istəyirəm sizləri. O ki, qaldı dediyiniz mövzu maraqlı mövzudur, düşündürür adamı. Siz deyə mənim zehnimə başqa bir mövzuda gəldi indi. Təsəvvür ki, İmam Hüseyin Mədinədən çıxıb gələndə neçədən mənzillər keçib də, o mənzillərindən birində dayanmışdı. Müslümün şəhadət xəbəri yetişdi. Və orada bir qism geri qayıtdı. Gələnlərin bir qismi də dedi, biz ölümə getmək istəmirik də. Öz fikirləri, öz baxışları. İmam dedi, yaxşı, gedənlər zaten getsin. Və gəldi çatdı Kərbəlaya, Ömər Sədin qoşununa gələnlərin bir qismi keçir bu tərəfə. Biri Hürdü də, bir neçə nəfər, barmaq sayı da olsa keçdi. Oradan gələn yarı yolda qoydu, Ömər Sədin qoşununda gələn keçdi İmam Hüseynin yanına.
Görünən budur ki, o tövbə əgər həqiqi tövbə olarsa, insanı həqiqi Hüseyni bir vücuda, varlığa çevirər. Hür sıradan bir adam deyildi. Hür sərkərdə idi. Asan deyildi onun o mövqeyini tərk edib İmam Hüseynin yanına keçməyi. Düzdür, qeybi yardımları olmuşdu. Özü deyir ki, İmam Hüseynlə söhbət olanda deyir ki, mən evdən çıxanda bir səs eşitdim. Elə bildim iblisin səsidir. Dedi, nə səs? Bir şeytan səsinə bənzətdim. Deyir, nə səs? Deməyə deyildi ki, sən xeyrə tərəf gedirsən. Hür deyir, özümə dedim ki, Zəhra balasını öldürmək xeyr olmaz. Ola bilsin şeytan səsidir. İmam Hüseyin dedi ki, düz eşitmirsən. Elə xeyrə gəldin. Xeyrə yetişdin. Və bir mühüm ədəbi də bu idi ki, gəlib öz namazını tənha qılmadı. Dedi, sənin namazına qoşulacaq. Çünki min gəlirdi qoşunlar. 2000, 3000. Bir sərkərdə olaraq da bir qoşunu Hür gətirilmişdi. Hür qabağın kəsəndə İmam Hüseynin, İmam Hüseyin namaz qılanda Hür dedi, mən sizə qoşulmaq istəyirəm. Dedi, o tərəfdə kənarda qılmayacağım. İmam Hüseyin qəbul elədi. Orada bir dənə maraqlı səhnə var. O səhnə də budur ki, onların suyu yox idi, onlar gəlib tutanda İmam Hüseyin əleyhissalam su verdi. Dedi, sudan verin onlara, öz suyunuzdan. Mən çox təsirlən bir yer idi ki, birinə öz əli ilə gətirdi, belə su verdi. Dedi, gəl suyu, o qədər məhəbbətin göstərirdi. Elə qarşı tərəfə də əllərində dedi ki, bu sudan içə bilərsən. Kömək eləyirdi. Doğrudan da bu hadisələr elə bir ki, hər şey nə bilim, hesablanınmı deyim, çox qəribədir bu tarixi danışırsan. Adam içinə vardıqca özünü itirir. Yəni, özdən əsər əlamət qalmır. Elə, həqiqət də budur ki, Hüseyin tapmaq istənsə özü itirməlisən də. Bəli, Hür qaydanda orada da bir kəlməsi də bu oldu. Hürrün ən böyük uğuru da bu idi. Adam var, tövbə eləyir, özündən razı olurdu. Tövbə elədim də nə istəyirsə məndən? Gör nələrə tövbə eləmişəm. Hürrün kəlməsini desəm, nə bilim, bax, cümləyə baxın. Tövbəm qəbul oldu mu? Hür deyanda İmam Hüseynə baxdı, dedi, gəlmişəm özümü sənə qurban verməyə. Birbaşa söz budur. Gəlmişəm qurban verməyə. Nəyə ki, gəlmişəm neytral qalmağa. İkinci sözü bu idi. Bu qurban ki verirəm özümü, tövbə sayılır yoxsa yox. Yəni, adam hər şey nəzərə alıb, yenə də deyib, bu tövbəyə layiqdir, batdım. Bu artıq həqiqi tövbə. Demirsiniz tövbə necə olar? Mən indi söhbət gəldi, buralara çıxdı da. Mən başqa fikrim var idi. Danışa əvvəldə, amma dəyişdi. Tövbə buymuş. Tövbə yəni özü Allahın huzurunda əli boş görəcəksən. Tövbə yəni daxildə inqilab. Tövbə yəni sən tam başqa sən olursan. O səndən əsər əlamət qalmır. Fikirlərin dəyişir, baxışın dəyişir. Zaten zahirdə tövbə deyil ki. Mən tövbə etdim kəlməsinin içində dəyişmir ki. Elə bir nəfər market işlədir. Satıcısı var, ərzaq dükanıdır. Deyib, buranı istəyirəm mən apteka çevirim də. Götürür, adını dəyişir, yazır, marketi silir, aptek yazır da, tutaq ki. Amma nə əczaçını satıcı ilə dəyişib, nə ərzaq dərmanla əvəz olunub. Bir nəfər gəlir, deyir, axı burada dərman yoxdur ki. Dəyişilməyib ki, bunun adı dəyişilib, özü dəyişilməyib ki. Tövbə də budur ki, adın yox, özün dəyişil. Hür özü dəyişildi. Mənim sözüm deyil, İmam Hüseyin dedi, əntəl hur, kəma səmmətqə ummukə, anon yaxşı adı qoyub sənə. Sən hürsən, sən azadsan, sən xilas ola bildin, sən qandalları aşdın əlindən, sən ayağındakı zəncirlərdən qopdun, sən azad oldun, sən hürsən, azad insansın. Hür deyim, mən başımı gözümü açanda gördüm, başım Hüseynin dizlərinin üstündədir. Başım Hüseyin əleyhissalamın dizlərinin üstündədir. Və maraqlıdır ki, mən görməmişəm başqa, indi danışıram. Bir dənə onu görmüşəm, başına bir dənə parça bağlayıb, dəsmal bağlayıb. Sanki İmam Hüseyin bir mesaj verdi ki, tövbə eləyənləri çox istəyirəm. Tövbə eləyən sonda gəlib imamının dizlərinin üstünə başını qoymaq qüdrətindədir. Yetər ki, sən tövbə elə. Qaydasan, belə qaydasan. Qayıt da gəl. Belə. Pik söz var tövbədə, onu deyirəm, bitirirəm.
mən çıxışımı. Çünki mən dostları istəyirəm deyim. Həqiqətən səmimi deyirəm. O hərəsi də öz sahəsində o qədər maraqlı danışır ki, elə bir yaxşı tapıb hamı bir-birini maraqlı gəlir. Pik nöqtə budur. Allah Taala Qurani-Kərimdə günah haqqında deyəcək sözlərdən biri budur. Yukeffiru anhum seyyiatihim. Sənin günahlarının üstünü örtərəm. Örtərəm budur ki, var, örtmüşəm, görünmür. Biraz alt qatdadır. Amma yenə var ha, müğayət olar. O görərsən bir nəfər pis adəti olar, tövbə eləyər. Hələ istəmir də o vərdişini, amma gəlib bir nəfəri görüşür ona uyğun keçmişi. O adamı tapan kimi görsən sanki altda da olsa oyanmağa başlayır insanın içindəkilər. Allah deyir ki, birinci mərhələ budur, yukeffiru anhum seyyiatihim. Sən tövbə eləsən, örtərəm. İkinci nədir bilirsiniz? İkinci buyurur ki, innel həsənat yuzhibnəs seyyiat. Allah deyir, örtüm ələmi götürərəm, ataram bayrağı. İçində nə çirkinliyi varsa, nə rəzilət varsa, evin içindən götürüb ataram bayrağı. Bir var, evə qonaq gələcək, ev yiyəsi görür ki, birdən gəlir, tez süpürür, yığır divanın altına, amma divan altındadır. Lap qəşəng nəsə ətir də vursun, evdə bir zibil olsa, üzr istəyirəm, iyi gələcək, bir qarışacaq. Bir də var, yox, götürür, atır bayrağı. Deyir ki, götürüb o çirkinliyi, rəziləti ataram bayrağı. Üçüncü söz başqa sözdür. O da ayədir. Yubəddilullah seyyiatihim həsənat. Günahlarımı nəinki örtərəm, nəinki ataram, çevirərəm həsənəyə, çevirərəm gözəlliyə. Sən dünən Ömər Sədin yanındaydın, indi İmam Hüseynin yanındasan. Bu təbdildir. Bu həqiqi tövbədir. Bir var, da o deyilsən, necə ola bilir? Bir saat qabaq o tərəfdəsən, indi keçmişsən bu tərəfdəsən. Buna deyirlər, yubəddilullah seyyiatihim. Fikirlərini deyişərəm. Həqiqi sevgin sənə bəxş edərəm. Həqiqi məhəbbəti sənə lütf edərəm. Başa düşərsən ki, o sevməməli insanı sevmirsən. Əslində heç onun qəlbin gələ onu nifrət edəsin. Qəlbinin məhəbbətin duyğusunu deyişərəm. Ona deyirlər tövbə. Yəni, Kərbəlada bunu görmək olar. Nə gözəl. Allah razı olsun Hacı. Sağ ol. Orxan müəllim, biraz öncə məqtəllərə toxundunuz. Məqtəllərdən əlavə Kərbəla hadisəsinə bizim klassik ədəbiyyatımızda həsr olunmuş qəsidə, qəzəl, mərsiyələrə də rast gəlirik də. Daha çox hansı şairlər yer veriblər öz yaradıcılığında, bax, mərsiyə janrına, qəsidə və qəzəl janrına, buna da bir toxunası və məqtəllə bu janrların nə fərqi var? Onu da bir izah edərdi, zəhmət olmasın. Çox sağ olun. İndi burada elə bir vəziyyət yarandı ki, vallah, həm hörmətli həkim, həm ustadımız, həm rejissorumuz, elə mən özüm də, yəqin ki, siz də, bizim bir şairlik qüdrətimiz olsaydı biz də yazardıq. Yəni, ən azından bax bu mühitdə. İndi siz təsəvvür edin ki, Nəsimi kimi bir şairlik qabiliyyəti Allah tərəfindən ona verilmiş bacarığı olan Füzuli kimi, Vahidin özü kimi, Xurşudbanu Natəvan kimi, Sabir kimi, məsələn, bunlar, mən niyə bunların adını çəkirəm? Əslində çoxlu, sadəcə bunların İmam Hüseynə həsr etdikləri qəzəllər, şeirlər daha geniş yayılıb. Hər kəsə məlumdur o şeirlər. Yəni, ilk növbədə bu eşqdən doğur. Aydın məsələ, eşqdən, məhəbbətdən doğur. Kərbəla hadisəsinin bəşəriyyətə verdiyi dəyərin, belə deyək, poetik ifadəsidir bunların əsərlərində Kərbəla məktəbinin əxz olunması. Klassik ədəbiyyat, o cümlədən müasir ədəbiyyatın özündə də, yenə deyirəm, bu Kərbəla hadisəsi, İmam Hüseynin fədakarlığı, İmam Hüseynin, indi biz Hürdən danışdıq, ətrafında olan insanların, onun övladlarının, Əbülfəzl Abbas ağanın qəhrəmanlığı, o su məsələsi, su gətirmə məsələsi, bunlar hər biri ədəbiyyatda çox geniş şəkildə işlənib və maraqlı odur ki, daha çox təbii ki, mərsiyə janrında biz Kərbəla hadisələrinin təsvirini şahid oluruq və eyni zamanda bunu həm ayırmaq da mənə belə gəlir doğru deyil. Çünki qəsidələr, qəzəllər Əhl-i-Beyt sevgisi ilə bağlı olan qəzəllərdə, qəsidələrdə yenə bəzən hər dəfə İmam Hüseynin adı çəkilərkən onu Kərbəla şəhidi deyə
deməli qeyd edir demək olar bütün sənətkarlar. Bunun özü də onu göstərir ki, İmam Hüseyn həyatda olduğu kimi bir şairlərin, yazıçıların, sənətkarların bədii təxəyyülündə də bir şəhidlərin şahı, şəhidlərin sultanı kimi qalıb. Təbii ki, bu həm də Kərbəla hadisəsinin müxtəlif dövrlərdə daha çox oxucu tərəfindən anlaşılması, başa düşülməsində böyük xidmət göstərir. Mərsiyələr daha çox hüzün, daha çox deməli kədər hissi ifadə etdiyi halda qəzəllər, bəzən qəsidələr və digər hətta digər klassik ədəbiyyat janrlarında da, şeir janrlarında da biz İmam Hüseyn haqqında, Kərbəla hadisəsi haqqında, o cümlədən Əhl-i-Beyt haqqında müəyyən fikirlər, müəyyən poetik ifadələrin şahidi oluruq. O ki qaldı məqtəllə həmin bu adını çəkdiyimiz digər janrların fərqi, məqtəldə daha çox Kərbəla hadisələrinin xronoloji təsvirini şahid oluruq. Hətta bəzi məqtəl əsərlərində, məsələn elə Füzulinin bayaq adını çəkdiyimiz əsərində, hətta peyğəmbərlərin dünyaya gəlməsindən başlayır həmin o xronoloji ardıcıllıq ta davam edir İmam Hüseyn əleyhissalamın deməli Kərbəlada şəhid olmasına qədər. Təbii ki, bəzi məqtəllərin həcmi o dərəcədə geniş deyil, amma ən azından yenə qeyd edirəm İmam Hüseynin dünyaya gəlməsindən, peyğəmbərin ona münasibətindən, xanım Fatimə Zəhranın onlara münasibətindən və sonraki proseslər, bunlar hamısı məqtəllərdə öz əksini tapır. Bir növ epik süjet xətti olur bunlarda. Amma istər mərsiyələrdə, istər qəzəllərdə, ümumiyyətlə poeziyada isə daha çox İmam Hüseynin eşqi tərənnüm olunur. Kərbəla məktəbinə olan eşq tərənnüm olunur və yaxud da onlardan insanlarda doğan hisslər tərənnüm olunur. Mərsiyələr də o cümlədir, qəzəllər də o cümlədir və bu baxımdan mən belə başa düşürəm ki, İmam Hüseyn obrazı, ədəbiyyatda olaraq İmam Hüseyn obrazı və Kərbəla hadisəsi istər klassik ədəbiyyatda, istər müasir ədəbiyyatda məhz bu cür bir-birindən fərqlənir. Amma ortaq cəhətləri yenə eşqdir, məhəbbətdir, İmam Hüseyn eşqidir. Bəli. Samir müəllim, belə bir imkan düşsəydi əlinizə və Kərbəla haqqında, Aşura haqqında bir film çəkəsiz, kino çəkəsiz, hansı qəhrəmanı orada belə deyək ki, filmin qəhrəmanı edərdiniz və yaxud hansı Kərbəladakı hansı epizodu daha çox yer verərdiniz? Ya kimin üzərində qurardınız? Kimin hekayəsi üzərində qurardınız? Həzrəti İmam Hüseyn, ya xanım Zeynəb, ya İmam Səccad, ya başqa biri varsa nəzərinizdə, məsələn, istəyərdiniz ki, onu daha çox işıqlandırasınız? Bax, sahib, istəyirəm bir dənə ki, etiraf edeyim. Mənim rejissor olmağımın səbəbi İmam Hüseyndir. Çünki mən əzəldən elə bir uşaq vaxtından o sevgini istəyirdim göstərim, çəkim, kinoya çevirim. Düzdür, böyüdükcə fikirləşirəm ki, mənim sənətimdə, hər şeyimdə o qədər balacadır ki, bu hadisənin yanında. Yəni, bəlkə heç vaxt bunu çatdıra bilmərəm. Bəlkə qismət olar, gəlib çatdırarım. Bir dənə hadisə, bütün Kərbəla hadisəsində bir dənə hadisə həmişə mənə o möhtəşəmliyi, necə deyim, böyüklüyü heyrətə götürürdü ki, o gecədəki İmam Hüseyn hər kəsin cənnətdəki yerini göstərir. Əbülfəz ağanın İmam Hüseynə baxmağı səhnəsi var. Hər kəs cənnətdə yerinə baxır İmam Hüseynə. Əbülfəz ağa cənnət. O mənə oynadırdı içimi hər zaman ki, yəni onu görmək istəyirdim, onu çəkmək istəyirdim. Sizin sualınıza gəlincə, bu üç nəfərdən, məsələn, hərəsinin özü bir qəhrəman, özü bir film, özü bir möhtəşəmliyi var. Amma bunları bağlılıq və baxın, məsələn, İmam Hüseynə də, İmam Səccad ağa da, Əbülfəz ağa da, hər kəsin özünü qurban verməyi biraz, yəni, imamlar da, bunlar bilirlər haqq hardadır, ya mükəmməlliyi ilə anlata bilirəm. Bunlar özünü rahat qurban verə bilər. Amma xanım Zeynəbin çəkdikləri orada məncə daha möhtəşəm idi. Və bu həmən o subordinasiyanın qorumağı var idi ki, İmam şəhid olandan sonra
İmam Səccad ağanın yanına gəlib deməyə ki, İmam neyniyək, biz xeymələrdə qalaq, yanaq, yoxsa əsir düşək? Bunu bacarmaq lazımdır. Yəni bunu dərk eləmək lazımdır ki, xanım Zeynal əsl göstərdi ki, xanım Fatimənin qızıdır. Başa sala bilirəm. Ya bunun möhtəşəmliyi göstərməli idi ki, bu film olduğu təqdirdə məncə daha toxunmağı daha asan ola bilərdi onun. Əhsən. Müsibətlər anası deyirlər də Bəli. xanım Zeynəb. Yəni hələ belə məncə Bəli, müsibətlər anası. Mən xanım Zeynəbin hərəmində olanda o söz məni çox tutmuşdu. Ziyarətnaməsini oxuyan yerdə orada bir o cümləyə gəldim, yetişdim ki, Əssəlamu aleyki, ya umməl məsaib. Arşını aldan dedim. Ey müsibətlər anası, salam olsun sana da. Doğrudan da müsibətlər anasının da anası Zəhradır. Bəs. Özünün oğlanları şəhid olub. Qardaşı bağları, qardaşlarının bağları, daha bir qardaşı da yox. Həzrəti İmam Həsənin də qardaşı Qasim də orada. İmam Hüseynin övladları. Cavan uşaqlar, körpə uşaqlar, yəni orada şəhid olublar. Bu bir müsibət. Qardaşları şəhid olub, bir müsibət. Balalar ac, susuzdular o günün altında. Əsirlik həyatı, şəhər-bə-şəhər gəzdirirlər. Yəni nə qədər müsibət olar, bir qadın nə qədər bunların öhdəsindən necə gəlsin, yəni bunu necə səhnələşdirəsən, bunu necə filmləşdirəsən. nə eləsə balaca görsənəcəkdə olsa. Hə. Amma Şamdakı yəni səhnə bizim də bir sənətimizin özünün bir xüsusiyyəti var da. Yəni hep kiçik də olsa bir kiməsə toxunuş elədiyin təqdirdə artıq eləmiş, nəyəsə məqsədə çatmış kimi o ilə Bəli, orada özünü sipər etməyi var İmam Səccada. Bəli. O bir müsibət. İcazənizlə Bəli, elə sözü sizə verəcəkdim. Hə. Doktor. İmam Hüseyn ağa ən son qalır. Artıq Həzrəti Ələsgər ağa da şəhid olur. İmam təkdir və yenə də deyir, kimsə yoxmu mənə kömək edən? Bu səsi eşidəndə İmam Səccad ağa əlində qılınc, xəstə halda, yorğun halda, bitkin halda çadırdan gəlir. İmam Hüseyn ağa bunu görür, çox duyğulanır və xanım Zeynəbə imamı qoru. Yəni imamət çünki davam etməli idi. İmam bilirdi ki, İmam Səccad ağa ondan sonra zamanəsinin höccəti olacaq. Və düşünün yəni ki, çox çətin bir anda onu ancaq ərk edir xanım Zeynəbə və əsirlərin yol boyu güzərgahında da xanım Zeynəbin yaşadığı müsibətləri, o körpə uşaqlara bibilik, böyüklük etməsi bir yana və İmam Səccad ağanı zamanəsinin imamını necə qoruyur və hər bir məsələdə imamın fikrinə önəm verir. Və yəni, möhtəşəm, yəni fədakarlıq cəhətdən o anda belə yəni fədakarlığın anasıdır yəni. Xanım Zeynəbin o səbri, o istiqamət gətirməsi, ümumiyyətlə bax bir ürək həkimi olaraq saatlarla siz cərrahiyyədə olursunuz, əməliyyatda olursunuz və yaxud da stres halı olur, müxtəlif hallarla üzləşirsiniz təbii ki. Bax bu Kərbəla motivləri ümumiyyətlə sizə necə təsir qoya bilər və yaxud da o çətin anlarınızda Kərbəlaya bir müraciət edirsinizmi? O sizə necə təsir edir, yəni müsbət mənada? Buna da bir cavab verəsiniz. Yəni məsləyim, peşəm çox ağırdır. Yəni ürək cərrahiyyəsi cərrahiyyənin ən ağır sahəsidir, zirvəsi sayılır. Biz qəlblərə toxunuruq, biz ürəyi, akciyərləri iflic edərək elə arasında onu dayandıraraq, onun həyat fəaliyyətini söndürərək əməliyyat edib təzədən canlandırırıq. Yəni bu özü həmin ərəfədə biz ürəyi və akciyəri, ürək-akciyər aparatı dediyimiz aparata xüsusi belə borularla, yəni ki, kanüla dediyimiz borularla biz birləşdiririk ürəyin giriş-çıxış yerlərindən. Və məsləyimizin bu stresi, ondan sonra insanlara olan xidmətimiz, tam səmimi deyəcəm, yəni Kərbəla ziyarətindən sonra məndə bu xidmətin o yanğısını anladım, bambaşqa bir səviyyəyə gəldi. Səbirli olmağı da öyrəndik,
Yəni İmam Hüseyn əleyhissalamın ziyarətində hər zaman etdiyimiz dualar, bu əllər İmam Hüseynin zərihinə toxunub. İnşallah xəstəmiz fayda görəcəkdir. O bir daxili bir inam, yəni ki, daxili bir duruş. Bunlar hamısı Kərbaladan sonra baş verdi. Məsələn, bəzən olur ki, yoruluruq, mental yoruluruq. Bəzən xəstəyə, xəstə yaxınlarına izah edirsən, eyni izah etdiyin halda eyni sualı 5 dəfə təkrarlayır. Əsəbləşəndə Kərbala da İmam Hüseyn əleyhissalamın və səhabələrinin duruşu, ondan sonra bu Ərbəyin yolunda xidmətlər, bu insanın göz önünə gəldikdən sonra istər-istəməz yumuşalırsan, dəyişirsən və əməliyyatlarda da hər zaman inandırım sizi, yəni İmam Hüseyn əleyhissalamın məclisidir. Tam deyim, bir xəstəm İmam Hüseyn əleyhissalama təvəssül etməklə şəfa tapdı. Yəni 40 yaşında bir xanım idi, şimal rayonlarından biri idi. Anası ilə və həyat yoldaşı ilə gəlmişdi. Çox sadə kənd həyatı yaşayan insanlar idi. Doğuşdan qüsur var idi. Ürəyindən çıxan aorta damarı ilə akciğer arteriyası arasında anadan gəlmə bir damar körpüsü var idi. İllərlə əməliyyatdan qaçmışdı. 40 yaşında artıq addım ata bilmirdi. Üzü gözü göm-göy göyərirdi və oğlu da əskərlikdə idi. Mən də Kərbaladan 2 ay idi gəlmişdim ziyarətdən. Mən bunu əməliyyata götürdüm. Çətin əməliyyat idi. Əməliyyat klassik texnikası ilə getmədi. O dəliyi, o damarı bağlaya bilmirdik. Damarı dönüb mümkün deyildi. Məcbur olduq, biz ürəyi söndürdük. Yəni ki, və elə damarı bağladıq. Həmin ərəfədə istər-istəməz beyin bəlkə də yaxşı qorunmadı. Bir hava embaliyası var idi, amma sürətli bir işləmişdik. İnsana ümid verən o idi ki, ağırlaşma inşallah olmaz. Amma o bir duyğu içəridə yaranmışdı. Reanimasiyada oyananda artıq aqressiv oyanmalar oldu. Yəni ki, nevrolojik statusu dəyişmişdi. Sonra təzədən yatışdırdıq, təzədən bir də oyandanda artıq xəstənin sol tərəfi işləmirdi. Sol ayağı, sol qolu işləmirdi. Yəni, düzdür, biz ürəyi qurtarmışdıq, amma beyin istər-istəməz orada zədələnmişdi. Mən çox həyəcanlandım. Çox həyəcanlandım. Elə birbaşa otağıma getdim. İmam Hüseyn əleyhissalama təvəssül etdim. 2 rəkət ziyarət namazı qıldım. Və əllərimi açdım, yalvardım. Mən bunu dəyərli Mail müəllimin müsahibəsində anlatmışam. Bir dəfə söhbət yenidən açıldı. Çox dua etdim. O gecə xəstənin başında oldum. Və inandırım sizi, Allah elə bil ki, dualarımı xəstəxanada qaldığı müddətcə etdiyim yaxşılıqlar, sədəqələr, qəlbləri sevindirmələr tamamən, yəni ki, bu xanım, çünki əskərlikdə olan bir evladı var idi, anasının əməliyyatından belə xəbərsiz idi, çox çətin bir yük, bir məzlum həyat yoldaşı var idi, türklər qərib deyərlər, qariban deyərlər. Bir yazıq anası var idi, elə əstağfurullah, yəni elə bil ki, mən əlimdə sehirli çubuq var, mən bunu yaxşılaşdıracam falan. Yəni mənəvi yük də ağır idi, amma ürəyimin dərinliyində İmam Hüseyn ağaya təvəssül etmişdim. Onun bir ümidi var idi və inandırım sizi, mənim müalicə protokolum, bizim reanimasiya həkimlərimiz, Respublikanın baş nevropatoloqu belə gəldi. O da öz töhfələrini verdi. Və 14-cü gün sonra o xanım özü yeriyərək getdi, sadəcə sol əlin 2 barmağında biraz uyuşuqluq qalmışdı, o da keçib artıq. Mən orada sidqən, qəlbən Əhl-i Beytə təvəssül etdim, İmam Hüseyn əleyhissalama təvəssül etdim və Allah da çox şükür ki,
bizim duamızı etdi. Və ondan sonra inandırım sizi, yəni ki, İmam Hüseyin əleyhissalama hansı mövzuda niyyətləndimsə, məsələn, Ərbəyin günü qəribə bir Beynül Hərəmeyndə bir ab-hava olar. Mən Ərbəyin günü hərəmlərə girmirəm, ancaq Beynül Hərəmeyndə keçirirəm, saatlarla səmaya baxıram. İnandırım sizi, sanki səmada o Kərbəla hadisəsi canlanır. Yəni, qırmızı bir buludlardır, yəni, bir ağırlıqdır, yəni, belə o başqa bir şeydir. Və həmin günü edilən bütün dualarım hamısını Allahım İmam Hüseyin əleyhissalama xatir həyata keçirir. Və mən özüm bir insan olaraq, yəni bir həkim olaraq sidqi ürəkdən Əhl-i Beytə təvəssül edərək insanların xidmətində durmağı səbirlə, şövqlə, ehtiramla öyrəndim yəni. Yəni, o ziyarət, necə deyim sizə, deyir, Kərbalanı görənin dərdi, görməyənin dərdi birdirsə, görüb qaydanın dərdi mənim fikrimcə müsbət sonsuzluq qədərdir. Mən rəqəm deyə bilmərəm, yəni ki. Elə bir yerdir ki, sidqi ürəkdən düşünərək Allah nəyi nəsib edib və o yolda bayaq ustadımız dedi, İmam Hüseyin əleyhissalam sidqi ürəkdən tövbələri qəbul edər. Ərbəyində düşünərək, danışmayaraq, tək gedərək o yolda olduğunu, bu lütfü Allahın sənə verdiyini və Kərbala hadisəsini xatırlayaraq, inandırım sizi, bunları xatırlayanda sanki İmam Hüseyin əleyhissalam əllərini açır ki, gəl, bir an öncə gəl, gəl, gəl. Məsələn, mən 2 günə gedirəm, cəmaat dayanır falan, mən dayana bilmirəm. Mən o hiss edirəm, gəl, 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 gəl. Və inandırım sizi, hər dəfə ziyarət edərkən ağanın qapıları çoxdur, bilirsiniz yəni. Hələ içəri girmədən o qapılarda adamı qəhər basır yəni. Çox ağır bir hərəmdir, hədsiz dərəcə ağır hərəmdir. İnsanın ruhu yerdən yerə vurulur yəni ki. Məclislərin, tədbirlərin əlbəttə bəzən yaraşığı rozələr olur, rövzəxanlar olur, məthiyyələr olur, qəsidə, qəzəllər, amma bəzən olur ki, onlarsız da görürsən o ab-hava elə bəs edir. Kərbalanın adı gələndə, Həzrət Hüseynin, İmam Hüseynin bağlarının adı gələndə elə bəzilərinə bəs edir, bəzən bəs edir ki, insan yaşasın müəyyən mənada. Allah sizin hər birinizdən razı olsun, başda hacımız, dəyərli ilahiyyatçımız, var olasınız, gəldiniz, öz gözəl sözlərinizlə Həzrət İmam Hüseynə məhəbbətinizi bildirdiniz və qəlblərimizi apardınız Kərbalaya. Minnətdaram hər birinizə, var olasınız. Möhtərəm izləyicilər, İnşallah eşq kərvanı yenə də davam edəcək. Hələlik salamat qalın.